Model baxımından mənim bu 2 səhifəlik tezislərim var idi. İkinci səhifəni demək olar ki, Vüsal müəllim əhatə elədi. Çünki baxırdım da burada siz Yəni əsas mən düşünürəm ki, burada kadr ehtiyatı söhbəti gedir. Çünki istək həmişə var. Yəni biz ən çətin 90-cı illəri keçmişik, 2000-ci illərin əvvəlini keçmişik. Amma biz nə vaxtı indi Strateji Araşdırmalar Mərkəzində işləyənlər bilir, biz hər zaman kadr ehtiyatı üçün akademiyanın institutlarına gedirdik. Orada mütəxəssislər axtarırdıq, əməkdaşlıq edirdik. Yəni istək var, gənclər də gəlir. Amma onları elmdə saxlamaq, onlara o süni şəkildə yaradılan, obyektiv şəkildə yaradılan, süni şəkildə yaradılan prosedur, deməli, əngəlləri biz düşünürəm ki, yığışdırmalıyıq. Yəni, mərkəzləşdirilmiş sistem həm Elmlər Akademiyasında, həm müdafiə sistemində ya yumşaldılmalıdır tədricən, ya da ki, ümumiyyətlə yığışdırılmalıdır, universitetlərə verilməlidir. Yəni, bariyerlər çoxdur. Bariyerlər çoxdur. Müddət aparır, illər keçir, yəni aspirantura bitir, amma müdafiə işi 2 il, 3 il belə deyək də, onun prosedur qaydası davam edir və bu dövr ərzində bu nə ilə dolanmalıdır bilmək olur. Yəni, əgərlər bizdə insan, belə deyək də, istək çoxdursa və biz elitist bir elm təbəqəsini formalaşdırırıq, o hə. Yəni, həyat təcrübəsindən keçdikdən sonra, ələkdən keçdikdən sonra, amma bu ələyə atılası un da azdır. Ona görə düşünürəm ki, bu istiqamətdə bu dəyişikliklər məhz bu istiqamətdə olmalıdır. Maliyyələşməni burada Vüsal müəllim dedi, heç bir dövlət tək başına əgər uğur qazanmaq istəyirsə, tam olaraq elmi öz üzərinə götürə bilməz heç bir formada. Ona görə burada, amma digər tərəfdə elmə də dövlət pul verməlidir. Yəni biz gördük ki, Trump universitetlərin maliyyələşməni kəsəndən sonra hamısı böyük üstə qaldı. Sən demə, dotasiya çox güclü rol oynayırdı. Yəni bunlar hamısı belə deyək də bir-birini tamamlamalıdır. O ki bizim burada qeyd olunan çıxışımın adı ilə bağlı, bu əsasən xarici siyasətlə bağlıdır. Bizim regiona belə deyək də əsas o konfigurasiyanı təşkil edən opsiyalar 90-cı illərdə yeridilmişdir və təxminən 25 il ərzində aktual idi. Dünən bitdi. Amma dünən bitdi və o, belə deyək də, yeni opsiyalar formalaşmaqdadır, yeni konfigurasiyalar formalaşmaqdadır. Və biz fikir veririk ki, o dövrə 25 il bu ərzində bizim regiona diqqət çox aşağı idi. Yəni biz xaricdə alim, bizim regionla məşğul olan alim tapmaq üçün çətinlik çəkirdik. 2 dəfə, 3 dəfə Cənubi Qafqaz araşdırmaları ilə məşğul olan gənc mütəxəssislərin simpoziumunu keçirdik dünyada. Maksimum yığırdıq da 40 nəfər, 50 nəfər, bütün səfirliklər səfərbər olunurdu. Rusların da bir sözü var, Azərbaycan dilə tərcüməsini bilmirəm. Остаточного принципу. Qalıq prinsipi ilə. Qalıq prinsipi ilə. Bax, qalıq prinsipi ilə bütün normal, belə deyək də, o cəmiyyətlərdə, xarici dövlətlərdə perspektivli istiqamətlər tutulandan sonra qalıq prinsipi ilə Cənubi Qafqazla məşğul olanlar var. Digər tərəfdən Azərbaycanda xaricdə təhsil alanların çoxsu münaqişə və enerji istiqamətində köklənir. Yəni biz mütəxəssis axtaranda xarici təhsil proqramı ilə baxırdıq, humanitar sahənin 80% o istiqamətdir. Amma indi məsəl üçün yeni istiqamətlər var. İndi müharibədən sonra xarici siyasətimizin əl-qolu açılıb, tam nəfəslə, belə deyək, tam döş qəfəsinə nəfəs ala bilirik. Mərkəz Asiya istiqaməti. Ölkələr üzrə mütəxəssis çox azdır, demək olar ki, yoxdur. Yaxın şərqlə bağlı. Yəni ümumi mütəxəssislər var, amma ölkələr üzrə çox azdır. Yəni yeni istiqamətlər var ki, orada tələbat mövcuddur. Hansına ki, pul da tapılacaqdır, dövlətin diqqəti də tapılacaqdır və s. Yəni, bax, bu transformasiyalarda biz öz rolumuzu, yəni xarici siyasətlə məşğul olan elm mərkəzlərin əsas rolu nədən ibarətdir? Birincisi, yeni çağırışları araşdırmaq. İkincisi, imkanları araşdırmaq, dövlətə təqdim etmək. Üçüncüsü də
dövlətin mövqeyini translyasiya eləmək. Xarici beyin mərkəzi. Yəni bunu məqalələr vasitəsilə, konferanslarda iştirak vasitəsilə və s. Yəni hal-hazırda bu üç istiqamətdə düşünürəm ki, işlər aparılır. Həm beynəlxalq münasibətlərin təhlili mərkəzi, yəni bu yaxınlarda formalaşan o beyin mərkəzləri şəbəkəsi, institutlar və burada biz universitetləri də görmək istəyirik. Çünki universitetlər Vüsal müəllim də bildirdi. Yəni hələ belə deyil də ki, Təhsil və Elm Nazirliyi. Çünki universitetin iki əsas funksiyası var mənə görə. Bu tədrisdir və elmdir. Tədrisə fikir çox verilir, elmi mərkəzlərə fikir düşünürəm ki, o qədər də ciddi fikir verilmir. Bəziləri var, əlbəttə jurnallar buraxırlar, tədbirlər keçirirlər. Amma hal-hazırda kadr potensialı da orada olmalıdır. Müdafiə sistemi də orada olmalıdır. Onun yoxlanması da və s. hamısı universitet çərçivəsində lokallaşmalıdır və biz universitetdən istəməliyik.